Karbonazda bugün biraz nostalji, biraz da real həyat danışırıq. Sovet maşınları. Kimisi üçün köhnə texnologiya, kimisi üçün isə əsl sürüş məktəbi. VAZ 2107, VAZ 2106 və Lada Niva bu adlar Azərbaycanda sadəcə maşın deyil, bir dövrün simvoludur. Bu maşınların bir xüsusiyyəti var. Sadədirlər. Elektronika yoxdur, mürəkkəb sistem yoxdur. Usta da səni aldatmır. Problem nədirsə gözünün qabağındadır. Bəlkə komfort azdır, bəlkə sürət zəifdir, amma dözümlülük mövzusunda hələ də çox yeni maşına dərs keçirlər. Niva isə ümumiyyətlə ayrı dünyadır. Yol tanımır, dağdaş demir, gedir. Ona görə də bugün belə off-road həvəskarlarının seçimidir. Bir də işin Azelov tərəfi var. Bu maşınlar sadəcə sürmək üçün yox, oynamaq üçündür. Disk, səs sistemi, oturacaq, rəng, hər kəs öz stilini qatır. Kimisi üçün bu maşın ucuz layihədir, kimisi üçün isə uşaqlıq xatirəsi. Bəli, bu maşınlar ideal deyil, amma bir şey var, ruhu var. Yeni maşınlarda bəzən çatışmayan məhz budur. Sovet maşınları həqiqətən əfsanədir, yoxsa sadəcə nostalji.